Salam əziz şagirdlər. Bugün sizlərlə birlikdə 9-cu sinif buraxılış imtahanı hazırlaşan şagirdlər üçün Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 20 variant sınaq kitabından sınaq 1-in izahına baxacağıq. İlk öncə qeyd edeyim ki, onlayn və yəni dərslər üçün 055 261 2673 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin sınaq 1-ə baxaq. Birinci sual. Ədəd oxunda hər birinin kəsir hissəsi 0,7 olan A və B ədədləri nöqtə ilə qeyd edilmişdir. A üstəgəl B cəmini tapın. A ədədi -4 və -3 arasında yerləşir. Demək ki, A ədədin tam hissəsi -4-dür. Kəsir hissəsini də 0,7 veriblər. Gəlin A ədədini tapaq. Tam hissə ilə kəsir hissəni toplasaq, A ədədini tapmış olarıq. A ədədimiz -3,3. B ədədinə baxaq. B ədədi 2 və 3 arasında yerləşir. B ədədinin tam hissəsi 2, kəsir hissəsi isə 0,7 olduğuna görə B ədədimiz 2,7. Bizdən A və B ədədlərin cəmi soruşulur. -3,3 üstəgəl 2,7. Cavabımız -0,6 B variantı. İndi baxaq ikinci suala. İkinci sualda ifadəsinin qiymətini hesablayın. Birinci ifadənin kəsrin surət və məxrəcini 100-ə vuraq. 1,2-ni 100-ə vursaq 120. 0,2-ni 100-ə vursaq 2. Üstəgəl ikinci ifadədə kəsrin surət və məxrəcini 100-ə vuraq. 1,22-ni 100-ə vursam 122. 0,2-ni 100-ə vursam 2. Üstəgəl üçüncü ifadədə kəsrin surəti 26, məxrəci isə saf dövrü onluq kəsirdir. Həmin kəsri qarışıq kəsir şəklində yazaq. 1,9'da 4, düzgün olmayan kəsrə çevirsəm də 9'da 13 bərabərdir. 120'ni 2'yə bölsəm 60, 122'ni 2'yə bölsəm 61. Üstəgəl 26 vurulsun 13'də 9. 26 ilə 13 ixtisar gedir, qalır 2. 60 ilə 61'i toplasam 121, 2'ni 9'a vursam 18. 121 ilə 18'in cəmi də olacaq 139. D variantı. Sual 3'ə baxaq. Sual 3'də A və B ədədlərinin əbubu soruşulur. Əgər bizə əbub tapmaq tələb olunursa, A və B ədədlərində hər ikisində iştirak edən ortaq vuruqları götürməliyik. Əbub AB bərabərdir. A ədədində M kubu, B ədədində M kubu vuruğu iştirak edir. Demək ki, hər ikisində M kubu olduğuna görə M kubu ifadəsini götürəcəyik. Vurulsun. Birinci ifadədə N kvadratı, ikinci ifadədə N. Hər ikisində iştirak edən vuruq N. Ortaq vuruğu götürürük. İkinci ifadədə P üstü 6. Birinci ifadədə P üstü 6. İkinci ifadədə P kubu. Hər ikisində iştirak edən ortaq vuruq P kubu. Z üstü 10 ilə T üstü 6 ortaq vuruq olmadığına görə həmin ədədləri götürməyəcəyik. M kubu, N, P kubu. A variantı. Baxaq 4-cü suala. 4-cü sualda 1.260.000 ədədinin standart şəkildə yazılışı soruşulur. Ədədi standart şəkildə yazmaq üçün ədədin qiymətli hissəsi 1-də bərabər və 1-dən böyük, ondan kiçik olmalıdır. 1,26 vurulsun 10 üstü 6 şəklində yaza bilərik. 1,26 burada qiymətli hissədir. 3'ü götürəcəyik. Verilmiş ədədin tərtibi isə 6'dır. 5, 3 və 5. C variantı. Baxaq 5-ci suala. 1 çıxılsın 0,5. 0,5 2'də 1'dir. 1'dən 2'də 1 çıxsaq, birinci mötərizənin cavabı 2'də 1 vurulsun. 1 çıxılsın 0,3. 0,3'ü 3'ü adi kəsir şəklində yazaq 9'da 3. 1'dən 9'da 3 çıxsam 9'da 6. 3'ə də ixtisar aparsam 3'də 2.
İkinci mütərizənin cavabı 3'te 2. Vurulsun. 1 çıx 0,25'i adi kəsrə çevirsək 4'te 1. 1'dən 4'te 1 çıxan zaman olacaq 4'te 3. 1 çıx 0,2. 0,2'ni adi kəsr kimi yazsaq 5'te 1. 1'dən də 5'te 1 çıxsaq 5'te 4. 2'lər ixtisar gedəcək. 3'lər də 4 ixtisar gedir. Cavabımız qalır 5'te 1. B variantı. Baxaq 6-cı suala. Ədəd oxunda A ədədindən 13 vahid məsafədə yerləşən B və C ədədləri verilibdir. Birinci ədəd oxunu çəkək, üzərində A nöqtəsini qeyd edək. Ədəd oxundan 13 vahid məsafədə B-ni A ədədinin sol tərəfində yerləşir. C ədədi A ədədindən sağ tərəfdə yerləşir. 13 vahid məsafədə yerləşdiyinə görə, demək B ədədi A-dan 13 vahid kiçikdir. C ədədi isə A ədədinin sağ tərəfində yerləşdiyinə görə C ədədi A ədədindən 13 vahid böyükdür. Daha sonra bizə A, B və C ədədlərin ədədi ortası verilibdir. Ədədlərin ədədi ortasını tapmaq üçün verilmiş ədədləri toplayıb sayına bölməliyik. A, B, C ədədlərin ədədi ortasını tapmaq üçün A, B, C-ni toplayıb sayına bölək. Bərabərdir, cavabımız verilib 20. A, B üstəgəl C bərabərdir 3'ü də 20'ye vursam 60. Gəlin bayaq yazdığımız ifadədə sistem tənliyə salaq, tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq B üstəgəl C bərabərdir 2A. Mənfi 13 ilə müsbət 13'də islah gedəcək. Demək ki, B və C-nin cəmi 2A-ya bərabər imiş. B üstəgəl C-nin yerinə yazaq 2A. Bərabərdir 60. 3A 60'dırsa A olacaq 20. İfadədə də yerinə qoysaq A-nın qiymətini 2 vur 20. B və C-nin cəmi 40'a bərabərdir. A variantı. Baxaq 7-ci suala. 7-ci sualda əbob 8n və 10n üçün əbobu 10 qeyd ediblər. 8n'i vuruqlara ayıraq. 2n vurulsun 4 kimi yazaq. 10n'i də vuruqlara ayıraq. 2n vurulsun 5 kimi yazaq. Ədədlərin əbobunu tapmaq üçün hər ikisində iştirak edən vuruqları götürməliyik. 8n və 10n üçün hər ikisində iştirak edən vuruq 2n'dir. 2n bərabərdir 10. N'in qiymətini tapdıq 5. Əkobda n'in yerinə yazaq 5. 3'ü 5'e vurup 1 əlavə etsək 16. 2'ni də 5'e vursaq 10. 10 və 16 üçün əkobun tapılması tələb olunur. 16 ilə 10'u vuruqlara ayırsaq 16'nı 2 vur 8 kimi yazsaq, onun yerinə 2 vur 5 kimi yazsaq. Əkobu tapmaq üçün ədədlərdən böyüyünü yazırıq. İkinci ədəddən olmayan vuruğu əlavə etməliyik. 2 16'da iştirak edir, götürmürük. 5 vuruğunu əlavə edək. Çünki 16'nın içində 5 vuruğu iştirak etmir. 16'nı da 5'e vursa 80. Cevabımız D variantı. Baxaq 8-ci suala. Birinci nasos boş hovuzu 4 saata, ikinci nasos 6 saata doldurur. Üçüncü nasos ise bu hovuzu 12 saata boşaldır. Birinci nasos 1 saat, ikinci nasos 2 saat, üçüncü nasos 3 saat işləyərsə hovuzun hansı hissəsi boş qalar? Gəlin ilk öncə baxaq hovuzun hansı hissəsi dolubdur. Birinci nasos boş hovuzu 4 saata doldurur. Lakin birinci nasos 1 saat işlədiyinə görə hovuzun 4'te 1 hissəsi dolacaqdır. Üstəgəl ikinci nasos 6 saata doldurur. 2 saata işlədiyinə görə hovuzun 6'da 2 hissəsi dolacaq. Üçüncü nasos boşaltdığına görə çıxmalıyıq. 12 saata boşaldır. 3 saat işlədiyinə görə hovuzun 12'də 3 hissəsi boşalacaqdır. Ortaq məxrəc 12'yə gətirək. 4'te 1'i məxrəci 12 olan kəsir şəklində yazmaq üçün 3'ə vurmalıyıq. 12'də 3.
Üstə gəl 6-da 2-li məxrəci 12 olan kəsir şəklində yazmaq üçün 2-yə vurmalıyıq. 12-də 4 çıxılsın 12-də 3. 12-də 3 əks işarəli ədədlər olduğuna görə islah gedir. Cavabımız 12-də 4. 12-də 4-ü də ixtisar aparaq. 3-də 1. Deməli, hovuzun 3-də 1 hissəsi dolacaqdır. Amma bizdən boş qalan hissəni soruşur. Bütöv hovuzumuz 3-də 3. Dolan hissəni çıxsaq, 3-də 3-dən 3-də 1 çıxanda qalır 3-də 2. Demək ki, hovuzun boş qalan hissəsi 3-də 2 imiş. B variantı. Baxaq 9-cu suala. Birinci mötərizənin işini hesablayaq. 1 tam 3-də 2 ilə 6-da 7-ni toplamaq üçün ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcimiz 6. 1 tam 3-də 2-ni 6 məxrəci 6 olan kəsir şəklində yazmaq üçün 2-yə vuraq. 1 tam 6-da 4. Üstə gəl 6-da 7. 17-də 12. Üstə gəl 0 tam 100-də 7-də 2 tam 10-da 1-i. Kəsirin surət və məxrəcini də 100-ə vuraq. Məxrəci 100-ə vursam 7. 2 tam 10-da 1-i də 100-ə vursam 210. Üstə gəl 0 tam 10-da 9-da 9-u məxrəc və surəti 10-a vuraq. 0 tam 10-da 9-u 10-a vursam 9, 9-u da 10-a vursam 90. 1 tam 6-da 4 ilə 6-da 7-ni toplasaq 1 tam 6-da 11. Düzgün olmayan kəsrə də çevirsəm 6-da 17. Vurulsun 17-də 12. 210-u 7-yə bölsəm 30. 90-ı 9-a bölsəm 10. 17-lər ixtisar gedir. 12-ni 6-ya böləndə 2. 2 üstə gəl 30, üstə gəl 10. Cavabımız 42. C variantı. Baxaq 10-cu suala. Əbub və Əkubun cəmini soruşurlar. Əbub 160 ilə 240-ın əbubunu tapaq. 160, 240. Siz verilmiş ifadələri vuruqlara da ayıra bilərsiniz. Əbubda ortaq olan vuruqları götürəcəksiniz. 160-ı 2 vur 80 kimi yaza bilərəm. 240-ı isə 3 vurulsun 80 kimi yaza bilərəm. Hər ikisində iştirak edən vuruq 80. Demək ki, 160 və 240 üçün əbub 80-dır. İndi baxaq Əkuba. Əkub 120, 42. 120-ni 6 vur 20 kimi yazsam, 42-ni 6 vur 7 kimi yazsam. Əkubu tapmaq üçün verilmiş ədədlərdən böyüyünü yazırıq. Olmayan vuruğu digər ifadədən əlavə edirik. 6 vuruğu bizdə iştirak eləyir. 7 vuruğu olmadığına görə 7-ni əlavə edək. 120-ni 7-yə vursam 840. Bizdən isə həmin ədədlərin cəmi soruşulur. 80 üstə gəl 840. Cevabımız 920. D variantı. Baxaq 11-ci suala. A ədədini sadələşdirək birinci. 5 vurulsun. Kök altında 18-in yerinə yazaq 9 vur 2. Çıxılsın. 3 vurulsun. Kök altında 8-in yerinə yazaq 4 vur 2. 9-dan kök çıxacaq 3. 5-i də 3-ə vursaq 15 kök altında 2. Çıxılsın. 4-dən kök çıxacaq 2. 2-ni də 3-ə vursam 6 kök altında 2. Bərabərdir. 15 kök altı 2-dən 6 kök altı 2-ni çıxsam 9 kök altında 2. Ədədin kəsir hissəsinin tapılması soruşulur. Ədədin kəsir hissəsini tapmaq üçün verilmiş ədəddən ədədin tam hissəsini çıxsaq qalacaq kəsir hissə. 9 kök altında 2-nin tam hissəsini tapmaq üçün 9-u kök altına salmalıyam. 9-u kök altına salıramsa 9-un kvadratını yazıram. 9-un kvadratı 81 vurulsun 2. 81'i 2'ye vursam kök altında 162.
Bizim ədədimiz kök altına 162'dir. Gəlin baxaq kök altına 162'dən təqribən kök neçə çıxacaq? Kök altına 162'dən kiçik ədəd 144'dür. 144'dən çıxacaq kök 12. Demək ki, verilmiş ədədin tam hissəsi 12, təqribən 12'dir. İndi kəsir hissəni tapaq. Ədəddən tam hissəni çıxsaq, alacaq qalan cavab bizim kəsir hissə. A variantı. Baxaq 12-ci suala. 12-ci sualda bu cür ifadələrdə birinci ifadədəki ədədi götürürük 2'də 1. Bir də sonuncu ifadədən götürəcəyik sonuncu ədəd 17'də 1. Çıxılsın 17'də 1. Vurulsun 2, 5, 5, 8, 8, 11 uyğunluq var. Hər bir ədəd 3 vaid artdığına görə 3'də 1'ə də vurmalıyıq. 2'də 1'dən 17'də 1'i çıxmaq üçün ortaq məxrəc 30'a gətirməliyəm. 34'ə. 2 və 17 üçün əbov, əkob 34'dür. Ortaq məxrəc 34. 34'də 17'dən 34'də 2'ni çıxsam 34'də 15. Vurulsun 3'də 1. 15 ilə 3'də 1 də ixtisar gedir. Cavab qalacaq 34'də 5. B variantı. Baxaq 13-cü suala. 13-cü sualda demək ki, rasional ədəddən irrasional ədədin çıxılmasıdır. Biz həmin ədədləri çıxa bilmərik. Sadəcə işarələrini müəyyən etmək olar. 3,2'ni gəlin kök altına salaq. 3,2'ni kök altına salsam 10,24 verəcək. Kvadrata yüksəldib kök altına salmalıyıq. Çıxılsın kök altında 10. Böyük ədəddən kiçik ədədi çıxsaq cavabımız olacaq müsbət. İkinci ifadəyə baxaq. B bərabərdir. 7'ni kök altına salsam 49. 49 vurulsun 2. Çıxılsın 5'i kök altına salsam 25. Vur 5. 49'u 2'ye vursam 98. Çıxılsın 25'i 5'e vuranda 125. %25. Kökaltı 98'den 125 çıxmaq mümkün değil. Sadəcə işarəni təyin eləyə bilərik ki, kiçik ədəddən böyük ədəd çıxanda cavabımız mənfi. Baxaq C-yə. 1,8'i kök altına salsam 3,24. Çıxılsın kök altında 3. Böyük ədəddən kiçik ədəd çıxsaq cavabımız müsbət. A müsbət, B mənfi, C müsbət. A variantı 13'də. Baxaq 14-cü suala. 14-cü sualda verilmiş ifadəyə bərabər olmayan kəsir D variantı 6,2 dövrdə 424. 6,2 dövrdə 424'ü biz əgər açılış formada yazsaq 424 təkrarlanır. Bu isə verilmiş ədədə bərabər deyil. Çünki verilmiş ədəddə 24'ün təkrarlanmasıdır. Burada 424'dür. D variantı səhvdir. Baxaq 15-ci suala. 15-ci sualda siz ortaq məxrəcə gətirməklə də adi kəsirləri müqayisə edə bilərsiniz. Onluq kəsirə gətirməklə də müqayisə etmək olar. 10'da 7. 10'da 7'ni onluq kəsirə keçirsəm 0,7. Surəti məxrəcə bölmək lazımdır. B bərabərdir. 8'də 3'ü onluq kəsirə keçirsək, surəti məxrəcə bölməliyik. 3'ü 8'ə bölsəm, təqribən 0,3. C 5'də 2'ni
onluq kəsrə çevirsəm, 2-ni 5'ə bölsəm 0,4. D variantında 20'də 13'ü onluq kəsrə çevirsəm 0,65. İndi isə verilmiş ədədlər artan sırada yazaq. B ən kiçiyidir, sonra C, sonra D, ən böyüyü isə A'dır. C variantı doğru cavabdır. Baxaq 16-cı sualın izahına. AB çıxılsın BA. Mərtəbə vahidlərini ayıraq. AB'nin yerini yazaq 10A üstəgəl B. BA'nın yerini yazaq. Çıxılsın 10A 10B çıxılsın A bərabərdir 72. 10A'dan A çıxsam 9A, B'dən 11 çıxsam 9B bərabərdir 72. Hər tərəfi də 9'a bölsəm, A çıxılsın B bərabərdir 8. Burada A bərabərdir 9'dur, B bərabərdir 1'dir. Çünki A'dan B'ni çıxan zaman cavabımız 8 olmalıdır. A kvadratı üstəgəl B kvadratı ifadəsinin qiymətini soruşulur. A'nın yerinə yazaq 9'un kvadratı üstəgəl 1'in kvadratı. 82. Baxaq 17-ci suala. A ədədinin 20'yə bölünməsindən alınan qalığı soruşulur. A'nı 20'yə bölsək, baxaq qalıq neçədir? Bölünsün 20 üstəgəl ikinci ifadəni də bölək 20'yə üstəgəl 59 59 bölünsün 20. Birinci ifadədə sıfırları ixtisar aparsaq, 8'dən 2 də ixtisar gedir, qalır 4 surətdə. Məxrəcdə heç bir ədəd qalmadığına görə, demək ki, verilmiş ədəd 20'yə bölən zaman qalığımız 0'dır. Üstəgəl. İkinci ifadəni 4'ü 5'ə vursaq 20, məxrəclə ixtisar gedir. Yenə məxrəcdə ədəd qalmadığına görə, demək ki, ədəd tam bölünür, qalıq 0'dır. 59'u 20'yə bölsək, qalığı qalacaq 19. Ədədlərin cəmi də 19'dur. Demək ki, bizim A ədədini 20'yə bölən zaman qalıq 19 qalacaq. Baxaq 18-ci suala. 0,78'də 10 ifadəsini mötərizə daxilinə vuraq. 0,78 surətdə 10 vurulsun. 0,78'in kubu çıxılsın. Yenə ikinci ifadəyə vuraq. 0,78 vurulsun 0,22 kvadrat bərabərdir. 0,78'dən 0,, burada 3 dənə 0,78 var. Biri ixtisar getsə qalacaq 2 dənə. 10 vurulsun 0,78'in kvadratı. Çıxılsın 0,78'lər ixtisar gedir. Cavab qalır 10 vurulsun 0,22'nin kvadratı. 10 hər iki ifadədə iştirak etdiyinə görə ortaq vuruq kimi çölə çıxaraq. 10 vurulsun 0,78'in kvadratı çıx 0,22'nin kvadratı. Burada biz müxtəsər vurma düsturunu tətbiq etsək, A kvadratı çıx B kvadratı, bir dəfə həmin ifadələrin cəmi, bir dəfə də həmin ifadələrin fərqinin hasilini yaza bilərik.
0 tam %78 çıxılsın 0 tam %22 vurulsun 0 tam %78 üstə gəl 0 tam %22 bərabərdir. 0 tam %78'den 0 tam %22'ni çıxsam 0 tam %56. Verilmiş ədədlərin cəmi isə 1'ə bərabərdir. Onu da 0 tam %56'ya vuran da 5,6. Cevabımız 5,6. Baxaq 19-cu suala. Ədədini 10'a böldükdə qalıqda 4 alınır. Ona bölünmə əlaməti, sonu 0 ilə bitən bütün ədədlər ona qalıqsız bölünür. Əgər bizə verilmiş ədədi 10'a böləndə qalıq 4 alınırsa, demək ki, C-nin qiyməti 4 imiş. Həmin ədədin 9'a tam bölündüyünü bilərək 9'a tam bölünürsə, 9'a bölünmə əlamətini yadınıza salın. 9'a bölünmə əlaməti verilmiş ədədlərin rəqəmləri cəmi 9'a bölünürsə, həmin ədəd 9'a tam bölünür deməkdir. Ədədlərin rəqəmləri cəmini tapaq. 2 üstə gəl 5 üstə gəl A üstə gəl B üstə gəl 7. C'nin də qiyməti yerinə yazaq 4. 2, 5, 7, 4'ün cəmi 18. Üstə gəl A üstə gəl B. A və B'nin cəminin yerinə biz yaza bilərik 9. Çünki 18'in üzərinə 9 gəlsək, alınan cəm 27 olacaq. 27 də 9'a qalıqsız bölünür. Demək bu cəmin 27 olması üçün A üstə gəl B cəmi 9'a bərabər olmalıdır. ABC hasilinin ən böyük qiyməti soruşulur. ABC hasilinin ən böyük olması üçün A və B ədədləri bir-birinə yaxın ədədlər olmalıdır. A-ya deyək 4, B-yə deyək 5. Hasili tapaq. 4 vurulsun 5, C-nin qiyməti də 4. Cavabımız 80. 20-ci suala baxaq. 20-ci sualda verilmiş ədəd saf dövrü onluq kəsirdir. 3'te 29'u qarışıq kəsirə çevirək. 29'u 3'ə bölsək 9 tam 3'te 2. A tam dövrdə B-ni də qarışıq kəsir şəklində yazaq. A tam 9'da B. Məxrəcləri eyniləşdirək. 9 tam 3'te 2 kəsirini məxrəci 9 olan kəsir şəklində yazaq. Bərabərdir A tam 9'da B. İfadələr bir-birinə bərabər olduğuna görə tam hissə A bərabərdir 9'dur. Kəsrin surəti isə B bərabərdir 6'dır. AB hasilini soruşurlar. 9 vur 6. Cavabımız 54. 21-ci suala baxaq. 22 vurulsun 1'dən 2'də 1 çıxsam 2'də 1. 1 üstə gəl 2'də 1'in cavabı 2'də 3. Vurulsun 1'dən 3'də 1 çıxsam 3'də 2. Vurulsun 1 ilə 3'də 1'in cəmi 3'də 4. Vurulsun 1'dən 4'də 1 çıxsam 4'də 3. 1 ilə 4'də 1'in cəmi 4'də 5. Və s. 1'dən 11'də 1 çıxsam 11'də 10 vurulsun. 1 ilə 11'də 1'in cəmi 11'də 12. Demək bu istiqamətli ixtisarlar gedəcək. 3 ilə 3, 4 ilə 4. Birinci ifadədən 2'də 1 qalacaq. Sondan da 11'də 12. Qalan bütün ifadələr ixtisar gedəcəkdir. Hasili tapaq. 22 vurulsun 2'də 1 vur 11'də 12. 2'ni 11'ə vursam 22. Surətdəki 22 ilə ixtisar gedir. Cavabımız 12.
22-ci suala baxaq. A və B natural ədədlər üçün 2A çıxılsın 3B ifadəsinin ən kiçik qiymətini tapın. Modul ifadə olduğuna görə modul ifadənin ən kiçik aldığı qiymət 0-a bərabərdir. Demək ki, 2A çıxılsın 3B bərabərdir 0. 2A bərabərdir 3B. A bərabərdir 3, B bərabərdir 2. İfadəsinin ən böyük qiymətini tapın. Qiyməti hesablayaq. 120 məxrəcdə A üstəgəl B cəmidir. A 3, B 2. 120-ni də 5-ə bölsəm, cavab 24. Baxaq 23-cü suala. 23-cü sualda verilmiş ifadələrin cəmi 0 verilibdir. Bütün ifadələr müsbət ədədlərdir. Müsbət ədədlərin cəmi o zaman 0 ola bilər ki, həmin ifadələrin hamısı 0 olsun. Kök altında x çıx 4-ün qiyməti 0. 0-a bərabərdir. Tənlikləri həll eləyək. X bərabərdir 4. X çıxılsın y üstəgəl 3 bərabərdir 0. X-in qiyməti yerinə yazaq. 4 üstəgəl 3 çıxılsın y bərabərdir 0. 7 çıxılsın y bərabərdir 0. Y-in qiyməti də 7-dir. Üçüncü ifadəyə baxaq. Modul ifadədir. Modul ifadənin də cavabı 0 olmalıdır. Y-in qiyməti yerinə yazaq. Y 7-dir. Z üstəgəl 7 çıxılsın 13. 7-dən 13 çıxsam mənfi 6. Z də bərabərdir 6. Qiymətləri yazaq. X, Y, Z cəmini soruşulur. X 4-dür. Üstəgəl Y 7. Üstəgəl Z-in də aldığı qiymət 6. Cavabımız 17. 24-cü suala baxaq. 24-cü sualda n-in neçə natural qiymətində kəsrin qiyməti natural ədəd olar? Surətdə çox hədləri vurub açaq. Baxaq. Surəti sadələşdirək. N-i n-ə vursam n kvadratı. N-i 11-ə vuranda üstəgəl 11n. 4-ü n-ə vursam üstəgəl 4n. 4-ü 11-ə vursam 44. Üstəgəl ikinci ifadəni də vuraq. N-i n-ə vursam n kvadratı. Üstəgəl 2n çıxılsın 4n. Mənfi 4-ü də 2-yə vursam mənfi 8. Surəti sadələşdirək. N kvadratı ilə n kvadratını toplasam 2n kvadratı. 11n üstəgəl 4n 15n. 2n də gələndə 17n. 17n-dən 4n çıxsam müsbət 13n. 44-dən 8 çıxsaq 36. Müsbət 36. Məxrəcdə n. Kəsrin qiymətinin natural olması üçün verilmiş ifadələri ayrı-ayrı kəsirlərdə yazaq. 2n kvadratı bölünsün n. Üstəgəl 13n bölünsün n. Üstəgəl 36 bölünsün n. N kvadratları ixtisara gedir. Demək ki, birinci ifadədə qalıq ədəd qalmadır. 2n. Üstəgəl 13n-i n-ə bölsəm 13. Üstəgəl 36 böl n. Kəsrin qiyməti natural ədəd olması üçün n-in aldığı qiymət 36-nın bölənləri olmalıdır. 36-nın bölənləri tapmaq üçün 36-nı vuruqlara ayıraq. 36-nı 4 vur 9 kimi yazsaq, 4-ün yerinə 2-nin kvadratı, 9-un yerinə 3-ün kvadratı yaza bilərik. Ədədin natural bölənlərini tapmaq üçün qüvvətlərini 1 vahid artırıb vurmalıyıq. 2 üstəgəl 1 vurulsun, 2 üstəgəl 1. 3-ü də 3-ə vursaq 9. Demək 9 dənə natural böləni var imiş. – 25-ci sual. Uzunluğu 96,
Eni 54 metr olan düzbucaqlı futbol meydançasının kürc nöqtələrindən başlamaqla perimetr boyunca aralarındaki mesafeler beraber olmakla direkler bastırılmalıdır. Bunun üçün ən azı neçə dirək lazım olmalıdır? Əgər bizə dirəklərin sayı az soruşulursa, demək ki, direklər arasındaki məsafə çox olmalıdır. Yəni 54 ilə 96-nın əbobunu tapmalıyıq. Əbob 96, 54. 96'nın yerine 9, 6 vurulsun. 16 yazabilirik. 54'ün yerine ise 6 vurulsun 9 yazabilirik. Əbob 6'dır. Hər ikisini iştirak edən vuruq 6. Gəlin perimetrini də tapaq. Daha sonra baxaq ki, aralarındakı məsafə 6 metrdirsə biz neçə ağa çəkə bilərik. P bərabərdir. Düzbucaqlının perimetrini tapmaq üçün eni ilə uzunluğunu toplayıb 2'yə vurmaq lazımdır. Yaxud da bütün tərəflərin cəmi kimi də hesablaya bilərsiniz. 54 ilə 96'ını toplasam 150, 2'ye də vursam 300. Perimetrimiz 300. 300 metr məsafədə aralarındakı məsafə 6 metr olarsa, demək ki 300 bölünsün 6 bərabərdir 50 dənə dirək bastıra bilərik. Sınaq bitdi. Çox sağ olun. İnşallah ikinci sınaq 2'ni də paylaşaram tezliklə.